Deməli, əziz qardaşlar, bu da Rogue, yəni X-Trail 2025 Rogue Crack'dir, 1.5 motordur. Bunda fərqli off-road disklərdir, yuxarıda elə bir damdır falandır, belə adirçovkadır. Qabaq bufer lazımdır, fara salamatdır. Bu hissə, kabin zat salamatdır. Maşında ekran, görürsünüz, ekranı çıxardıb, radiatorlar zatlar salamatdır. Ekran qoyulacaq. Aşağı dumanlı görün var bunda. Aşağı dumanlı salınacaq. Abirsovka, bufer, aşağı dumanlı bir dənə ekran. Bunlar bax, B-klasika detallar B-klasika gedir. Ondan sonra maşın koşa salondur. Elektron sicenikləri deməli, yuxarı bu tərəf aerobakla rul aerobak atıb. Möhtəşəm salonu var. Start stop, şnursuz zaryatka falan. Bax, belə kantları oradadır, arxasındadır. Yenə deyirəm, kojadır. Probegi nə qədərdir, ona da baxarıq. Gəlin görək, bir kası neçədir bunun. Bir kası da 25-4-cü ay. Masa siceniyəcəm var idi. Bax, belə. Alıb burada üstünə bu bir şeylər bağlı. 27 mində yürüyüşü var. Maşın 360 kamerasından var.